Bismillahirrahmanirrahim. Əgər bir nəfər oruc halında yemək pişirir və istəyir ki, o yeməyin duzlu və yaxud duzsuz olmağını öyrənsin. Bu şəxs eləyə bilər ki, həmən yeməkdən ağız fəzasını aparsın və yoxlasın ki, bu duzlu deyil, duzsuz deyil, dadı necədir. Və yaxud bir şəxs oruc halında istəyir uşağı üçün yeməyi, çörəyi, almanı, hər hansı bir qidanı əssin, dişlərin arasında əssin və uşağa versin. Bunu da eləyə bilər. Və yaxud istəyir bir qidanı əssin, bir quşa versin. Bunu da eləyə bilər. Bunun kimi işləri görə bilər. Amma bu şərtlə ki, bunun ağız fəzasından o qida onun boğazına getməsin, mədəsinə getməsin. Əgər təsadüfən, qeyri-ixtiyari halda belə elədikdə boğazına getsə, orucu batil olmaz. Orucu yenə də səhihdir. Amma ikinci surət, indi bir nəfər bilir ki, mən belə bir halda, yəni dediyimiz kimi o yeməyin dadını bilmək üçün, ya uşağa o yeməyi vermək üçün, ya bir quşa vermək üçün belə bir iş görsəm, bu yemək, bu qida mənim boğazıma gedər. Əvvəldən əgər bunu bilsə və belə bir iş görsə və həmən qida boğazına getsə, bunun orucu batil olar və eyni zamanda buna bir gün qəza eləmək vacib olar və həmçinin kəffarə də vacib olar. Eyni zamanda kəffarə də verməlidir. Səbəb nədir? Səbəb ona görədir ki, çünki bu əvvəldən bilirdi ki, mən belə bir iş görsəm, bu qida mənim boğazıma gedər, mədəmə gedər və bu işə addım atıbdır. Elə bil bu şəxs bilərəkdən qida qəbul edib, Ramazan ayında, oruc halında və bunun orucu batil olur və kəffarə də boynuna gəlir. Ona görə gələ əvvəldən əgər bunu bilməsə o işləri görə bilər. Yox, bilsə əgər boğazına gedər, onda gələ bu işi görməsin və orucunu qorusun. Elhamdülillah.